Salam, bugünkü mövzumuz psixologiya elminin sahələri haqqındadır. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən etibarən başqa elm sahələrində olduğu kimi psixologiya elmində də diferensiasiya prosesi başlayır. İctimai praktikanın tələbatına müvafiq olaraq əvvəlcə yaş və pedaqoji psixologiya, tibbi psixologiya, daha sonra əmək psixologiyası, sosial psixologiya, bundan sonra mühəndislik psixologiyası, təyyarəçilik psixologiyası, kosmik psixologiya və s. formalaşmış və inkişaf etmişdir. 70-ci, 80-ci illərdə isə psixologiya elminin bir çox yeni sahələri, məsələn, siyasi psixologiya, iqtisadi psixologiya, kommunal psixologiya, idarəetmə psixologiyası və s. təşəkkül etmişdir. Bu şəraitdə psixologiya elminin inteqrasiya sözünün mənası inteqra sözündən götürülmüşdür, hissələri bütöv halda birləşdirmək deməkdir. Elmin inteqrasiyası məsələləri daha böyük əhəmiyyət kəsb edir. Psixologiyanın ayrı-ayrı sahələrində əldə edilən nailiyyətləri ümumiləşdirmək, psixologiya nəzəriyyəsini daha da zənginləşdirmək son dərəcə mühüm vəzifədir. Elmin bir sistem şəklində inkişafı da bunu tələb edir. Diferensiasiya prosesi inteqrasiya prosesi ilə üzvü surətdə bağlıdır. Bu mühüm məsələlər ümumi psixologiya tərəfindən həll olunur. Beləliklə də psixoloji elmlər sistemi ümumi psixologiyadan və psixologiya elminin müxtəlif sahələrindən ibarətdir. Ümumi psixologiya haqqında məlumat. Ümumi psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunların müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri praktik məsələlərinin öyrənilməsi onun başlıca vəzifəsidir. Ümumi psixologiya fəaliyyət və ünsiyyətin, eləcə də şəxsiyyətin ümumi psixoloji məsələlərini öyrənir. Psixi proseslərin, psixi halların və fərdi psixoloji xüsusiyyətlərin qanunauyğunluqlarını aydınlaşdırmaq, psixologiya elminin əsas anlayışlarını xarakterizə etmək ümumi psixologiyada mühüm yer tutur. Bununla bərabər, ümumi psixologiyada xarici obyektiv aləmin subyektin beynində inikas qanunlarına daha artıq diqqət yetirilir. Həmin inikas prosesinin beyin mexanizmləri aşkar edilir. Ümumi psixologiya daha çox obyektiv aləmlə, predmetlərlə insan arasındakı münasibətə diqqət yetirir. İnsanın aləmi necə dərk etməsi, informasiyanı qəbul edib yenidən işlənməsi prosesinin daxili mexanizmini öyrənir. Başqa sözlə, ümumi psixologiyada ön plana subyekt-obyekt münasibəti keçir. Ümumi psixologiya, psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir. Müasir ensiklopediya və lüğətlərdə psixologiya elminin 100-dən çox sahəsi haqqında məlumat verilir. Onları sadalamaq yolu ilə təsvir etmək elmi idraki metodologiyası baxımından məqsədə uyğun deyildir. Bəs psixologiyanın bu müxtəlif sahələrini necə təsnif etmək olar? Psixoloji tədqiqatlar göstərir ki, psixoloji fənlərin böyük əksəriyyəti konkret fəaliyyət sahələrini öyrənir. Onların bir çoxu isə inkişafın psixoloji aspektlərini və şəxsiyyətin cəmiyyətə münasibətini öyrənir. Həmin cəhəti nəzərə alsaq, təsnifatın əsası kimi konkret fəaliyyət, inkişafın psixoloji aspektləri və şəxsiyyətin cəmiyyətə münasibəti. Deməli, birinci konkret fəaliyyət, ikinci inkişafın psixoloji aspekti, üçüncü isə şəxsiyyətin cəmiyyətə münasibəti məsələlərini götürmək məqsədə uyğundur. Psixoloji fənlərin böyük əksəriyyəti konkret fəaliyyət sahələrini öyrənir. Müxtəlif fəaliyyət sahələrində insan amilini gücləndirmək üçün onlardan hər birinin böyük əhəmiyyəti vardır. Bu haqda aydın təsəvvür etmək üçün pedaqoji psixologiyanı qısa xarakterizə etmək kifayətdir. Pedaqoji psixologiyanın predmetini təlim və tərbiyə prosesinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. O, şagirdlərdə qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül və s.nin tərbiyəsi məsələlərini tədqiq edir.
İntellektual fəaliyyətin səmərəli yolu və vasitələrinin müəyyənləşdirilməsi problemlərini öyrənir. Müasir dərsə verilən psixoloji tələbləri müəyyən edir. Pedaqoqla şagirdlər arasındakı qarşılıqlı münasibəti və şagird kollektivindəki münasibətləri, şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini aydınlaşdırır. Pedaqoji psixologiyanın aşağıdakı sahələri vardır. Təlim psixologiyası, didaktikanın xüsusi metodikaları, proqramlaşdırılmış təlimin, əqli əməliyyatların formalaşdırılması və psixoloji əsaslarını öyrənir. Sonra gəlir tərbiyə psixologiyası. Tərbiyə psixologiyası özü şəxsiyyətin tərbiyəsi metodikasının psixoloji əsaslarını, şagird kollektivinin psixologiyasını, islah əmək pedaqogikasının psixoloji əsaslarını öyrənir. Müəllim psixologiyası, anormal uşaqlarla təlim-tərbiyə işinin psixologiyası. İnkişafın psixoloji aspektlərini və şəxsiyyətin cəmiyyətə münasibətini öyrənən psixoloji fənlərin də böyük əhəmiyyəti vardır. Böyük Vətən müharibəsindən sonraki illərdə yaş psixologiyasının inkişafında yeni mərhələ başlamışdır. Psixologiya elminin bu sahəsi uzun müddət uşaqların yaş xüsusiyyətlərini öyrənmiş və düzgün olaraq uşaq psixologiyası adlandırılmışdır. Hal-hazırda o, uşaqlar və yeniyetmələrlə yanaşı gənclərin, yaşlı adamın və qocaların da yaş xüsusiyyətlərini öyrənir. Bu mənada da ona yaş psixologiyası deyilir. Anormal uşaqların psixoloji xüsusiyyətlərinin öyrənilməsinin də praktik əhəmiyyəti aydındır. Bu sahədə aparılan tədqiqatlar yaş psixologiyası məsələlərinin öyrənilməsi baxımından da qiymətlidir. Müasir psixoloji fənlər içərisində sosial psixologiya da mühüm yer tutur. Bu hər şeydən əvvəl özünü onda göstərir ki, bu sahədə aparılan tədqiqatlar psixologiya elminin digər sahələrində bir sıra problemlərin həlli üçün böyük məna kəsb edir. Son zamanlar yaş, pedaqoji, kosmik, hərbi, mühəndislik, idman, kommunal, siyasi, ticarət, incəsənət psixologiyası və s. də tətbiqi sosial psixoloji problemlərə daha çox diqqət yetirilir. Psixologiya elminin demək olar ki, hər bir sahəsinin sosial psixoloji problemləri vardır. Sosial psixologiyanın predmetini nəzərə alsaq, bunu tamamilə qanuna uyğun hal hesab etmək olar. Sonrakı dərslərimizdə biz sosial psixologiyanın vacib məsələləri barəsində ətraflı məlumat alacağıq. İndi isə etnik psixologiya haqqında öyrənək. Etnik psixologiya nədir və nəyi öyrənir? Həmin suallara cavab verməzdən əvvəl söhbətə bir neçə misalla başlamaq istərdim. Bitkiləri qorumaq və gülləri, çiçəkləri qırmamaq üçün Alp çəmənliklərində lövhələr asılmışdır. Fransız dilində yazılıb. Bu gözəl çiçəklərdən zövq alın, amma onu nə üçün qırırsınız? İngilis dilində yazılıb. Zəhmət olmasa çiçəkləri qırmayın. Almanlar üçünsə artıq bu xahiş deyil, qadağanı bildirir. Çiçəkləri qırmaq qadağandır. Heç bir şərh vermədən soruşmaq istərdim. Həmin lövhələrin hamısını eyni məzmunda yazmaq olmazdımı? Nə üçün onların hər birisi ayrı-ayrı xalqın dilində başqa cür yazılıb və bunun xüsusi səbəbi varmı? Bir xırda misal, Almanlarda belə bir qayda var ki, kimsə küçədən keçərkən çirkli vitrin və yaxud çirkli maşın görərsə, onu vurub sındırmağa haqqı var. Heç kəs bunun üstündə nə hüquqi, nə də mənəvi cəhətdən cəzalandırıla və ya tənbih edilə bilməz. Çünki onların etnik adət-ənənəsində möhkəmlənib ki, heç bir şeyi çirkli qoymaq olmaz. Təsadüfi deyil ki, onlar çox zaman küçələri sabunla yuyurlar. Bəs belə etnik psixoloji xüsusiyyətlərə bələd olmaq azmı əhəmiyyətə malikdir? Oradan yaxşı cəhəti götürə bilərik. Yaxşı şeylərdən ibrət götürməyimiz. Yəni, şəkillərimizi təmiz saxlamaq, səkilərimizi təmiz saxlamaq, sabunla yumaq bir yana qalsın. Heç olmasa insaf edib küçələrimizi təmiz saxlamaqla yanaşı onu qorumağı da bacarmalıyıq. Daha sonra etnik psixologiya söz birləşməsində etnik sözünün özünəməxsus məntiqi mənası vardır. Burada öyrənilən psixoloji hadisələrin yalnız spesifik cəhətləri etnik sözlə ifadə olunur. Başqa sözlə, etnik psixologiya ayrı-ayrılıqda etnik və ya psixoloji hadisələri öyrənmir. Onun əsas məzmunu etnik psixoloji hadisələr təşkil edir. Bunu necə başa düşmək olar? Həmin
Gördüyünüz suala cavab vermək üçün ilk növbədə anlayışın lüğəvi mənasına diqqət yetirək. Etnik psixologiya, etnopsixologiya, Yunan dilində etnos, xalq, tayfa deməkdir. Əvvəllər sosial psixologiyanın mühüm bir sahəsi kimi müəyyən qrupda insanların etnik ümumiliyi və milli mənsubiyyəti ilə şərtlənən psixi xüsusiyyətlərini, davranış və rəftar tərzini öyrənmişdir. Hazırki dövrdə isə etnik psixologiya fənlərarası bilik sahəsi olub, insanların psixikasının etnik xüsusiyyətlərini öyrənir. Yəni, milli, irqi, etnik mənsubiyyəti nəzərə almaqla insanların psixoloji xüsusiyyətlərini öyrənir. Məlumdur ki, etnik milli psixologiyanın problemləri çox və rəngarəngdir. Buraya bu və ya digər xalqa məxsus olan etnik stereotip, yönümlər, adət-ənənələr, milli xarakter, hisslər və s. daxildir. Lakin burada bir neçə cəhət diqqəti xüsusilə cəlb edir. Başqa sözlə, hər bir xalqın etnik psixologiyası yaxud etnik psixoloji xüsusiyyətləri məhz həmin cəhətlərin məzmun və xarakterinə, təzahür, xassəyə və intensivliyinə görə təyin edilir. Deməli, hər etnos, hər bir xalq özünə məxsus etnik psixoloji xüsusiyyətlərə malik olur və həmin xüsusiyyətlər onların davranış və rəftar tərzində, münasibətlər sistemində, adət-ənənələrində, sərvət meyllərində və s. özünü büruzə verir. Yəni, etnik qarşılıqlı münasibətlər sayəsində elə psixoloji xüsusiyyətlər təşəkkül edir ki, onları yalnız həmin sosial qrupun etnik xüsusiyyətlərini araşdırmaq sayəsində izah etmək mümkündür. Sonra növbəti hissəmiz psixologiya elminin başqa elmlərlə əlaqəsi. Gəlin bu haqda qısa məlumat əldə edək. Hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Elmlər sisteminin təsnifatını verən Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Diqqətlə baxsaq, Kedrovun təsnifatında elmlər üçbucağı şəklində təsvir olunduğunu görərik. Bu məntiqi cəhətdən düzgündür. Elmləri adətən 3 böyük qrupa bölürdülər. Gördüyümüz kimi psixologiya mərkəzdə yerləşir. Fəlsəfi elmlər, humanitar elmlər və təbii elmlər. Təbii elmlərə təbiət və ya təbiətşünaslıq elmləri, texniki elmlər uzun müddət təbii elmlər sırasına daxil edilmişdir. Son zamanlar onları ayrıca elm kimi fərqləndirirlər. Kedrovun təsnifatında başlıca cəhət ondan ibarətdir ki, burada psixologiya elmlər üçbucağının lap mərkəzində yerləşdirilmişdir. Bu deməkdir ki, psixologiya, fəlsəfi, humanitar və təbii elmləri bir-biri ilə əlaqələndirən vasitə rolunu oynayır. Elmi biliklərin ümumi sistemində psixologiyanın ən başlıca funksiyası elə ondan ibarətdir ki, psixologiya bir çox elm sahələrinin nailiyyətlərini sintez edərək, insanı öyrənən elmlərin bəlkə də hamısının inteqrasiya vasitəsi kimi özünü göstərir. Psixologiyanın öyrəndiyi məsələlər müxtəlif elmləri maraqlandırır. Həmin elmlərin tam olmayan siyahısı belədir. Sosiologiya, demografiya, estetika, etika, siyasi, hüquqi, iqtisadi, tarix elmlər, pedaqogika, dilçilik, kriminologiya, etnoqrafiya, antropologiya və s. Bu baxımdan biz psixologiya elminin fəlsəfi, humanitar və təbii elmlərlə qarşılıqlı əlaqəsini müxtəlif faktlar əsasında aydınlaşdıra bilərik. Tarix, iqtisadiyyat, etnoqrafiya, sosiologiya, lingvistika, ədəbiyyatşünaslıq və s. elmlər vardır ki, təbii elmlərin öyrəndiyi proses və hadisələrin tədqiqi mahiyyət etibarilə psixoloji problemlərin qoyuluşuna gətirib çıxarır. Psixologiyanın yuxarıda qeyd etdiyimiz ayrı-ayrı sahələri psixolingvistika, iqtisadi, sosial, pedaqoji, tibbi, mühəndislik psixologiyası və s. bu baxımdan nəinki mühüm elmi, həm də praktik əhəmiyyətə malikdir. Psixologiyanın başqa elmlərlə əlaqəsi o qədər çox cəhətlidir ki, hətta onların hüdudunda ayrıca psixoloji bilik sahələri formalaşmışdır. Məsələn, ictimai elmlərlə sosiologiya, iqtisadiyyat, hüquq və s. psixologiyanın hüdudunda isə sosial psixologiya, eləcə də onunla bilavasitə bağlı olan tarix, iqtisadi, etnik, hüquqi, siyasi, pedaqoji və s. psixologiya, psixolingvistika, incəsənət psixologiyası və s. formalaşdırmışdır. Təbii elmlərlə psixologiyanın hüdudunda isə zoopsixologiya, müqayisəli psixologiya, psixofiziologiya, psixobiokimya, tibbi psixologiya, neyropsixologiya və s. təşəkkül etmişdir. Texniki elmlərlə psixologiyanın hüdudunda əmələ gələn elmlər içərisində isə mühəndislik psixologiyası mühüm yer tutur.
təyyarəçilik psixologiyası və kosmik psixologiyanın meydana gəlməsi və inkişafı da elmi-texniki tərəqqi ilə bağlıdır. Bir cəhəti də ayrıca qeyd etmək lazımdır ki, psixologiyanın özünün də müstəqil elm sahəsi kimi formalaşması da fəlsəfi, humanitar və təbii elmlərlə bilavasitə bağlıdır. Bir tərəfdən fəlsəfi və humanitar elmlər, digər tərəfdən isə təbii elmlər inkişaf prosesində psixoloji elmlərin problemləri əmələ gəlmişdir. Müasir dövrdə psixologiyanın müxtəlif elmlərlə qarşılıqlı əlaqəsi şəbəkəsi daha da genişlənmişdir. Psixologiya, psixi həyatın qanunauyğunluqlarını öyrənərkən bu və ya digər dərəcədə insan problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən istifadə edir. O, bu nailiyyətlərdən istifadə etmədən inkişaf edə bilməz. Psixologiyanın metodları da birinci növbədə bu prosesdə formalaşmışdır. Elmi-texniki tərəqqi, inkişaf şəraitində hər bir hansı bir elmin başqa elmlərlə qarşılıqlı əlaqəsi nə qədər zəruri olsa da, burada bir elmin nəzəri sxemlərinin və metodlarının mexaniki surətdə başqa bir elm sahəsinə keçirilməsi üçün imkan yaranır. Elmşünaslıqda belə hallara reduksionizm deyilir, yəni qayıtma, geri çəkilmə deməkdir. Son zamanlar psixologiyada reduksionizm haqqında az danışılmır. Psixologiya sahəsində reduksionizm psixi hadisələrin fizioloji, biokimyəvi, biofiziki hadisələrə müncər edilməsi, bununla qarşılaşdırılması, hətta əvəz edilməsi kimi özünü göstərir. Bu cəhətdən psixologiyada reduksionizmin müxtəlif formalarını, fizioloji, bioloji, kibernetik, sosioloji, riyazi və s. formalarını fərqləndirirlər. Reduksionizm mahiyyət etibarilə psixoloji qanunauyğunluqları təhrif edir və ya bilavasitə inkar edir. Sistemlik prinsipinin tətbiqi reduksionizm hallarının aradan qaldırılması üçün xüsusi əhəmiyyətə malikdir. Psixologiyanın başqa elmlərlə qarşılıqlı əlaqəsi onun inkişafının başlıca şərtidir. Yeni problemlər məhz bu zəmində meydana çıxır. Onun əsasında yeni metodlar formalaşır, yeni faktlar əldə olunur, yeni konsepsiya və nəzəriyyələr yaradır. Nəzəriyyə, eksperiment və praktika. Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, elm cəmiyyətin nəinki sosial, həm də iqtisadi həyatına nüfuz edir. Bilavasitə məhsuldar qüvvəyə çevrilir. Elmi-texniki nailiyyətlərin, sənayenin, kənd təsərrüfatı, maarifin, səhiyyənin və s. inkişafında mühüm rolu vardır. Bütün elm sahələrində olduğu kimi, psixoloji tədqiqatın metodikası və metodologiyasında da bu zəmində yeni proqrammalar yaranır və ya müddəalar əmələ gəlir. 20-ci əsrin 30-cu illərində psixoloji tədqiqata verilən əsas tələb belə idi. Nəzəriyyəsiz eksperiment həm kordur, həm də kardır. Elmi-texniki tərəqqi dövründə isə psixoloji tədqiqatı metodologiyası və metodikasının ən başlıca proqramması nəzəriyyə, eksperiment və praktikadır. Diqqətiniz üçün təşəkkür edirəm.